Mən Rzayev Yusif Əloğlu 1957-ci ildə Ağcabədi rayonuna anadan olmuşam. Hal-hazırda Gəncə şəhəri İmakayev 80-də yaşayıram. Mən Moskvadan Heydər Əliyevin dünya Azərbaycanlara müraciət edəndə həmin o Azərbaycandan gələn sahibkarlardan biri də mən olmuşam. Ona görə olmuşam ki, mən vətənim üçün, dövlətim üçün canımı fəda eləməyə hazıram. Müraciətimiz cənab İlham Əliyev cənablarına və Mehriban xanımadır. Ona görə ki, mənim üçün çox böyük haqsızlıq, ədalətsizliklər var. 120 dənə qətnamə qərarda çıxarılıb. Özüm müharibə iştirakçısıyam. Nəməlum əskərlərin 49 başdaşı abidə hal-hazırda mənim seximdədir. Onların 27 dənəsinin abidələri qoyulub, 22 dənəsi də qalıb. Təəssüflər olsun ki, bu məhkəmə sistemində çox boşluqlar var. Məndə 120 dənə qətnamə qərarda çıxarılıb. Haqsızlıq, ədalətsizlik məndə hökm sürür. Mən sizə inanıram, sizə müraciət eləməyimin məqsədi ondan ibarətdir ki, mənə köməklik edəsiniz. Niyə? Ona görə ki, 1998-ci ildə mən Azərbaycan Respublikasına gəlmişəm. Qranit MMC-ni yaratmışam. Hal-hazırda da öz fəaliyyətimi davam edirəm. Onun üçün də Bank Respublika AZÇ-dən 250.000 manat kredit götürmüşəm. Onun 190.000 manatın nağdı banka ödəmişəm. 250.000 manatlıq evimi əlimdən alıblar. Plus daş sexi 441 kvadrat əmlakı da 360.000 manatla götürüblər. Hərraş keçirilib. Qanunu qüvvəsini almış qətnaməni bunlar üzərinə qətnamə çıxardırlar. Göygöl rayonu məhkəməsinin qanunsuzluğu baş alıb gedir. 120 dənə qətnamə mümkün deyil ki, bir qətnaməyə görə 120 dənə qətnamə çıxarılsın. Mənim Kəpəz rayon məhkəməsinin qətnaməsi Ali məhkəmənin qüvvədə saxladığı qətnamənin üzərinə təzədən qətnamə çıxarılır. Mən elə hesab edirəm ki, bu qanunsuzluqdur. Bu qanunsuzluğa son qoyulacaq. Mən sizə inanıram və sizə uzun ömür, can sağlığı arzu edirəm. Mən üzümü tuturam sosial şəbəkələrinə ki, bu efirdə bunlara aydınlıq gətirsinlər və yayılsın, hörmətli prezidentimizə də çatdırılsın.